A nöqtəsi, Y, B nöqtəsi X oxu üzərində olarsa AB məsafəsini tapın. Y oxu üzərində olan, yəni ordinat oxu üzərində olan nöqtələrin hamısının absisləri 0-a bərabərdir. Yəni burada A nöqtəsinin absisi A çıxılsın 3-dür və bu 0-a bərabərdirsə, deməli A 3-ə bərabərdir. Və B nöqtəsi də X oxu üzərindədir. Absis oxu üzərində olan bütün nöqtələrin ordinatı 0-a bərabərdir. Yəni 2B çıxılsın 4 bərabərdir 0-a, 2B bərabərdir 4-ə, B də bərabərdir 2 alarıq. AB məsafəsi lazımdırsa, iki nöqtə arasındakı məsafəni tapmaq üçün onun koordinatlarının uyğun koordinatları fərqinin kvadratları ilə toplayıb kök almalıyıq. Yəni A-nın koordinatlarını yazaq. A-nın koordinatları olacaq. A çıxılsın 3-ü 0 götürmüşük 0. A üstə gəlsin 2 isə 3 üstə gəl 2 5 eləyər. B-nin koordinatlarına baxaq. B-nin B üstə gəlsin 10. B-ni 2 tapmışıq. 2 üstə gəlsin 10 eləyir 12 və 2B çıxılsın 4 isə 0 götürmüşük. AB məsafəsi bərabərdir. Kök altında 12 çıxılsın 0-ın kvadratı, üstə gəlinsin 0 çıxılsın 5-in kvadratı. Bərabərdir. 12-nin kvadratı üstə gəlinsin 5-in kvadratı. 144 ilə 25 toplasaq 169 edər. Bərabərdir. Kök altda 169. Bu isə 13 alınır.